Demək, Həsən müəllimlə görüşəndə, söhbət eləyəndə deyirəm ki, Həsən müəllim, sizin haqqınızı yazım. Deyir, yox. İşte Mir İbrahim hakkında yaz, sonra Bağır Seyit Sadi hakkında yaz, sonra Hüseyin Seyit Sadi hakkında yaz, sonra Həqiqət Seyidov hakkında yaz. Halbuki böyük budur. Hə, böyük de budur. Sonra mənim haqqımda yazarsan. Yəni bu cismən böyük deyil, yaşdan böyük deyil, mənəviyyatcan da böyükdür. Mən onunla heyran qaldım ki, nə qədər bu insanlarda təvəzzökarlıq var. Bu nəsil... Sadəlik. Bəli, sadəlik. Çox. Həsən Seyidov, demək, 1931-ci ildə institut qurtarıbdı. O zaman Neft-Kimya İnstitutunun tərkibində olubdu, kənd təsərrüfatı, oraya qəbul olubdu. Buranı qurtarır. 1934-cü ildə Azərbaycanın kənd təsərrüfatı üzrə ilk elmlər namizədi olubdu Həsən Seyidov. Travmatolog profesoru, ilk travmatolog profesorları olubdu Həqiqət Seyidova. Bağır Seyidzadə, işte İranda ilk Azərbaycanlı baş konsul Bağır Seyidzadə. Yəni bu nəslin adına bağlıdır. Mir İbrahim Seyidov. Sözü keçirəm, Azər 21 Azər medalı var. Cənubi Azər ondan alıb, həm onu veriblər. Bilirəm, bəli. Demək, Mir İbrahim Seyidov Moskvada akademiya daxil olubdu, Səhnə Akademiyasına daxil olubdu. Qalıb orada işləyibdi. Sonra olubdu Təcrübə Təyyarə Zavodunun direktoru müavini. Direktor olubdu məşhur konstruktor Yakovlev. Demək, sonra müharibə Moskvaya yaxınlaşanda bu köçürmə gedir Sibirə. Novosibirskə aparırlar. Köçürmənin hamısı Mir İbrahim Seyidovun çinlərinə gedir. Mən Yakovlevin o kitablarına baxmışım. Yakovlevin kitablarının hamısında Mir İbrahim Seyidov haqqında danışır. İki epizodu xüsusilə. Birincisi olur ki, Novosibirskə gedibdi, eşalon gəlibdi. Bu o qədər Cənab Avropanın Çindədir. Gecə gündüz bu yata bilmir. Demək, kömür gətirilib bir eşalon, 10 vagondur. Zəncəlilər Mir İbrahim Seyidov siz deyir, bəli. Deyir, bir eşalon kömür gəlibdir, onu hara boşaldar. Bunun yuxu tutar, indi o qarolsuda telefonunu gözləyir. Bir andan sonra yuxunu özünü gəlir, yuxuludur. Deyir, aparın evinizə, boşaldın, sərsiz götürüb gələrsiniz. Sonra bu xəbər verir ki, deyir, deyəsən bu təzə direktor normal adam deyil. Yakovla bunu verir. İkincisi deyir ki, yenə zəncəlilər ki, köçürülmə gəlibdi, nə qədər adamlar, qadın, uşaq gətirilir, indi bunları yerləşdirmək. Mir İbrahim Seyidovun çiynindədir. Bu fikirləşib gedir. Mən necə idim? Bunlar hara yerləşdirir? Belə ki, bir də baxır ki, kino dağılıbdır, cəmaət gedir, qarolsuda gedir. Bu qarolsunu yanına görən adamlar olur. Tərşirah elətdir, qollarını bağlayır, qapını açır, cəmaət gəlir. Hamısını kinoteatra yerləşdirir. Ondan sonra səhərsi günü cəmaət yerləşdirək ki, qaydasında Bir İbrahim Seyidova töhmət verir, ancaq hər şey qaydasını almışdır. Yəni onun üçün insan amili daha birinci yerdə dayanırdı. Ona görə mən söhbətinizi davam etdirəs. Elə bilirəm ki, burada biz Fuad Seyidsadəni də xatırlayaq. Çünki o nəslin çox erkən dünyasını dəyişmiş, 34 yaşında maşın qəzasında həlak olmuş bu gözəl istedadlı şəxsiyyət, böyük memar, rəssam, yəni həm memarlığımızda, həm təsvirincə sənətimizdə öz yeri olan bir şəxsiyyət olub. Çox maraqlıdır ki, mən araşdırma aparıb onun haqqında yazanda bəstəkarlar deyirdi ki, musiqini bizdən yaxşı bilirdi. Elə mətn olurdu, deyir, biz onun musiqi həllini tapa bilmirdik, bizə Fuad kömək edirdi. Bunu Akşin Əlizadə dəfələrinə etiraf edib. Şairlər deyir ki, yox, bizim şeirlərimiz onun yazdığının yanında nədir ki, yəni hər tərəfli bir istedadlı şəxsiyyət olub, gözəl memar olub, amma onun da ömrü çox qısa olub. Bu gün ondan yadigar qalan Ülvi Seyidzadə var, onun nəvələri var, nəticələri var. Yəni ömür hələ şükürlər ki, davam edir. Leningradda hətta onun tikdiyi bina da var. Bina var, bəli, Leningradda. Eyni zamanda o Azinov meydanındakı Bəhramgürün, bəli, o da onun əməyinin bəhrəsidir, onun istedadının daha doğrusu bəhrəsidir.
Onun atası Bağır Seyitzadə gəldi. Bağır Seyitzadə bəli İrandan qayıdandan sonra kinematografiya naziri olur. Sonra gəlir əməkdar olur Mədəniyyət Nazirinin müavini. Mədəniyyət Nazirinin müavini olanda Bağır Seyitzadə 3 kitabı tərcümə edir. Onun mən ikisini oxumuşam. Biri Muravyovanın Hugo əsəridir. Biri Leopold Infeldin Polyok yazısı Evarist Gaulo əsəridir. Fransız riyaziyyatçısı. Və bir də Pestalozzi'nin seçilmiş əsərlərdir. Bədxahlar götürüb yazırlar ki, Bağır Seyitzadə vəzifədə ola kitab tərcümə edibdir və onun qanarlarını alıbdır. Pula görə. Pula görə. Ona görə də Bağır Seyitzadəni vəzifədən çıxarırlar. Sonra mən onunla işləyən İbrahim Novruzovla görüşdüm. Abbas Zamanovun rəhməti ilə. Sonra Azər Ələsgərovla. İbrahim Novruzov deyir ki, Qurbiç bir dəfə gəldi, dedi, Vəli Axundovla görüşəndə, deyir, Bağır Seyitzadənin söhbət işində deyir, Vəli Axundov dedi, etot pari ni za što paqarel. Heç bir şeydən deyir. Yəni, sonra baxıb ki, bu heç bir şeydən gedibdir. Onun çox gözəl şirin dili var. Sonra deyir ki, işləyəndə Azər Informda, Azər Tazda bir də gördün, bir gecədə 100 səhifə yazı gəlibdir. Bunu tərcümə etmək lazımdır. Deyir, ən çətin məsələləri Bağır Seyitzadə gülə-gülə həll eləyərdi. Gəlirdi, deyirdi, 100 səhifə gəlibdir, bunu tərcümə etmək lazımdır. 50'si mənim, 25'i Azər sənin, 25'də İbrahim Novruzov. Yəni bu problem yox idi. Həqiqət Seyidovya gəldiksə, bəli, Həqiqət Seyidova çox maraqlıdır ki, Neft Kimi İnstitutuna daxil olur. Birazdan sonra deyir, mən burada oxumuram. Gəlir, artıq vaxt keçibdir. Sənədlərini verir Tibb Universitetinə, artıq dərslər gedir. O zaman universitetin rektoru olan Əziz Əliyev, gözəl insan, onun vaxtın keçməyinə baxmayaraq, başda 2 ay vaxt keçibdir, gətirir Tibb Universitetinə qəbul elətdirir, qəbul olmağına kömək edir ki, da baxmır, bu vaxt bu qədər keçdi. Ondan sonra Həqiqət Seyidova gəlir, bu olur travmatolog. Ancaq müharibə dövrü, yaralılar gəlir, artıq bu sənətini o işin gedişində dəyişir. Ondan sonra gedir Moskvada Dubrovskinin yanında o gəlir 58-ci ildə müdafiə eləyir, namizədliyi, sonra doktorluğun iş planını təqdim eləyəndə Epstein baxır, bunun o doktorluğunu deyir, tibb elminə bir parlaq ulduz gəlir. Deyir, mən bunu bir neçə il sonra yazmalıydım. Mən qorxdum ki, ömür vəfa eləməyə. Ona görə deyir, mən məcbur olub ilmindən yazıram ki, bəli, tibb elminə bir parlaq ulduz gəlir.